Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 15 mart 2026-cı ildə OTK-nın 8-9-cu siniflər üçün təşkil elədiyi sualların, sınaqların Azərbaycan dilinə aid izahlarını paylaşacağım sizlər üçün. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizə qoşulmaq üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq dərslərə müraciət edə bilərsiniz. Gəlin keçək sualların izahına. Birinci sualda deyir ki, feili birləşmədir. Dostcasına yanaşmaq. Maq burada məstərdir. Dostcasına məstərə birləşdi olduğu məstər tərkibi feili birləşmə. Elə A bəndi uyğundur. Böyük kömək. Burada böyük kömək, hansı kömək, necə kömək? Aslı tərəf təyindir. Ona görə feili birləşmə deyil, kömək də eyni zamanda isimdir. Qiymətləndirilmiş eksponat. Eksponat nə? Aslı tərəf qiymətləndirilmiş feili sifətdir, əsas tərəf isimdir. Yəni baxın, B bəndində də əsas tərəf isimdir, C bəndində də bunlar isim birləşmədir. İnsan sevgisi. İnsanın qeyri-müəyyən sevgisi mənsubiyyət. Yəni əsas tərəf sevgi isimdir, deməli bu ismi birləşmədir. Ağlayan uşaq, əsas tərəf uşaq isimdir. Hansı uşaq? Ağlayan. Asıl tərəf təyindir, deməli bu ismi birləşmədir. Doğru cavabımız oldu A variantı. Keçirik ikinci suala. Tabesiz mürəkkəb cümləni müəyyən edin. Təməli nə qədər möhkəm olsa, sağdan sonra qoyulan vergül tabeli mürəkkəb cümlədir. Ona görə A bəndə olmaz. Həkimlər təsdiqləyir ki, yuxudan duran kimi, baxın 2-dən sonra vergül qoyulubsa, bu tabeli mürəkkəb cümlədir. Ona görə B də olmaz. Aclıq 1 il gedər, minnət 1000 il gedər. 1 il gedər aclıq, 1000 il gedər minnət. Hər iki tərəfin özünün mübtəda xəbəri var və hər iki tərəf müstəqil bir cümlədir. Aclıq 1 il gedər, bir müstəqil cümlədir. Minnət 1000 il gedər, ikinci müstəqil cümlədir. Bir-birinə tabi olmayan, aslı olmayan iki müstəqil cümlə, deməli C variantı uyğun gəlir. Deyilənə görə o qalada bir xan yaşayırmış. Deyilənə görə ümumiyyətlə qoyulan vergül ara söz vergülüdür. Burada mürəkkəb cümlə yox, sadə cümlə var. Məqalənin sərlövhəsini oxuyub mövzusu barədə fikir söyləmək olar. Y bəndəki cümlədə nə vergül yoxdur, nə və bağlayıcısı yoxdur ki, ona mürəkkəb deyək. Bu da sadə cümlədir. Ona görə Y də olmaz. Düzgün cavabımız oldu C variantı. Davam edirik üçüncü sualdan. Həmcins tamamlıqların işləndiyi cümləni istəyir. Otaqda qədim qiymətli mebellər var idi. Var idi xəbərdir. Nə var idi? Mebellər mübtədadır. Hansı mebellər qiymətli, hansı mebellər qədim? Şagird tamamilə doğru işləyib. Burada 2 dənə təyin var. Həmcins tamamlıqlar var burada. Həm təbii hadisələr, həm də şərait dinozavrların həyatını sona yetirmişdi. Nə hadisələr, nə şərait? Burada sadalanan mübtədalar var, tamamlıqlar yoxdur. İnsanın çox düşünməsi nəticəsində bəzən vaxt, enerji və digər resurslar israf olunur. Nə israf olunur? Vaxt, nə enerji, nə digər resurslar. Burada yenə sadalanan mübtədalar var, yəni həmcins mübtəda var burada, tamamlıq yoxdur. Yer planeti öz oxu ətrafında fırlanaraq gecə və gündüzü, həmçinin fəsilləri meydana gətirir. Nəyi meydana gətirir? Gecəni. Nəyi meydana gətirir? Gündüzü. Burada həmcins tamamlıqlar var, tamamilə doğrudur. O həm dərslərini yaxşı oxuyur, həm də idmanla məşğul olur. O oxuyur, o məşğul olur. Burada həmcins xəbərlər var. Y bəndi olmaz. Düzgün cavabımız oldu D variantı. Davam edirik növbəti sualımızdan. Cümlələrin şəxsə görə növləri ilə bağlı cədvələ uyğun nümunələr istəyir. Ümumi şəxsi cümlə, şəxsi cümlə. Qədir bilməzlər, çörək kəsməzlər. Bu larlər, xəbər larlər cəmdədirsə, bu ifadə hər kəsə aiddir. Sırf onlara aid olsa qeyri-müəyyən olardı. Burada hər kəsə aid olduğuna görə bir doğrudur. Çaya çatmamış, çarığını çıxarma. Sən çıxarma. Sən olan ifadə müəyyən şəxsi də ola bilər, ümumi şəxsi də ola bilər. İndi çaya çatmamış, çarığını çıxarma. Bu hər kəsə aiddir, yoxsa sənə aiddir? Bu ifadə təbii ki, hər kəsə aiddir. Yəni çaya çatmamış, çarığı çıxarmazlar. Heç kim çıxarmaz, sən də çıxarma. Bu hamıya aid olan bir ifadədir. Çox bilən quş dimdiyindən tələyə düşər. Nə quş? Burada mübtəda var, bu müəyyən şəxsli cümlədir. Məktəbimizdə siniflər arası yarış keçirdilər. Kim? Onlar. Burada onlar artıra bilirəmsə bu olacaq. Qeyri-müəyyən şəxsli cümlə, şəxsi cümlə deyil, 4-ü götürə bilmirəm. Tamahkarın gözü doymaz. Gözü doymaq frazeoloji birləşmədir. Tamahkarın gözü də ismi birləşmədir. Ona görə burada bütövlükdə xəbər var və bu şəxsiz cümlədir. 5-i götürmək olar. Məhkəmədə bu işə də baxıldı. Baxmaqdan baxılmaq feili. Il burada şəxsiz feil olduğuna görə bu cümlə şəxsiz cümlədir. Deməli doğru cavab 1, 2, 5, 6 olacaq. Düzgün cavab burada C variantıdır. Davam edirik növbəti sualımızdan 5.
Hansı nümunədə altından xətt çəkilmiş şəkilçi sözün quruluşunu dəyişib? İzləyici. İzdən izləmək feili yaranır. İci də burada leksikdir. Baxın. İci leksikinə gələnə qədər izləmək onsuz da düzəltməkdir. İzləyici yenə düzəltmədir. Yəni ici burada sözün quruluşunu dəyişmədi. Görüşlər. Görməkdən görüş, görüşlər. Burada qrammatikdir, quruluşu dəyişmir. Tələbkarlıq. Tələbdən tələbkar, tələbkarlıq. Yenə lıq şəkilçisinə gələnə qədər tələbkar onsuz da düzəltməkdir. Lıq hər hansı bir quruluşu dəyişmir. Dünənkilər, dünən sözün köküdür, ki leksikdir. Kinin altından xətt çəkib, dünən sadə sözüydü, kini əlavə elədim oldu düzəltmə. Deməli ki, burada sözün quruluşunu dəyişdi. Evimizdəkilərdə imizin altından xətt çəkib, imiz mənsubiyyət şəkilçisi qrammatikdir, hər hansı bir quruluşu dəyişmir. Ona görə düzgün cavabımız olacaq D variantı. 6-cı sual. Hansı nümunədə köməkçi nitq hissəsi yoxdur? Ən böyük ucalıq təvazökarlıqdır. Ən ədatı var burada. Yaxşılıq etki, ki burada bağlayıcıdır. Xülasə, biz yola davam etməyə qərar verdik. Xülasə vergüllə işlənib bu modal sözdür. Qələm yazanı qılınc poza bilməz. Qələm isim, yazan feili sifət, qılınc isim, poza bilmək mürəkkəb feil. Burada köməkçi nitq hissəsi yoxdur. Cavab elə D bəndə olacaq. Şagird doğru işləyib. Bir qaraltı bizə doğru gəlirdi. Biri burada ədatdır. Köməkçi nitq hissəsi işlənib. Cavab D variantı olacaq. 7. Hansı nümunədə həm xitab, həm də ara söz işlənib? Şairdir, görünür, düz ilqarı var. Görünür burada ara sözdür. Nə gözəl, nə şirin kəlamları var. Burada xitab yoxdur. Ey fələk, fələk burada xitabdır. Zülmün əyandır. Burada xitab olsa da ara söz yoxdur. Bəlkə bu yerlərə bir də gəlmədim. Bəlkə burada ara sözdür. Duman, salamat qal. Baxın, dumandan sonra vergül qoyulub və burada dumanın xitab var. Duman, salamat qal. Deməli, həm xitab var, həm də ara söz var. C bəndi doğru cavabdır. Bir arzum var, ay adamlar. Ay adamlar burada xitabdır. Qoyun deyim, sağlığında qiymət verin insanlara. Burada xitab olsa da ara söz yoxdur. Ümid və qorxumuz o şeydədir ki, o şeydən bir xəbər verən yox könül. Könül burada xitabdır, amma ara söz yoxdur bu cümlədə. Düzgün cavabımız olacaq C variantı. Davam edirik 8-dən. Hansı cümlədəki söz birləşməsində tərəflərdən biri heç bir qrammatik şəkilçi qəbul etmədən digər tərəfə tabe olub. Tələsən yolda qalar. Burada hər hansı bir söz birləşməsi yoxdur. Yıxılanı vurmazlar. Burada söz birləşməsi yoxdur. Yaxşı dost qardaşdan əzəldir. Kim dost, hansı dost, yaxşı dost. Burada isim birləşmə var. Söz birləşməsi yaxşı dost və hər hansı bir şəkilçi qəbul etmədən yaxşı sözü dosta tabe olub. Eləcə variantını götürmək olar. Təcrübə biliyin anasıdır. Biliyin anasıdır. Burada ismi birləşmədir, yəni söz birləşməsidir, amma yəli və mənsubiyyətlə əmələ gəlib, şəkilçilərlə əmələ gəlib. Ona görə D-ni götürmək olmaz. Yalançının dili topuq vurar. Baxın, yalançının dili burada söz birləşməsidir. O da yəli və mənsubiyyətlə ifadə olunur, yəni şəkilçi ilə. Deməli, doğru cavabımız burada olacaq. C variantı. 9-cu sual. Tələffüzü yazılışından fərqlənən sözləri müəyyən edin. Tələffüzü ilə yazışı. Subyekt fərqlənmir, ibadət fərqlənmir, günbəz. Günbəzin tələffüzü olacaq. N, M-ə keçir. Günbəz. Deməli, N, M-ə keçdiyinə görə bu fərqlənir. Çörəkçi sözündə Ç keçir, xıştrikə, K. Tələffüzü olacaq çörəkçi formasında. Deməli, bu fərqlənir. Bəxtəvər sözündə T, D-yə keçir, olacaq bəxtəvər. Deməli, bu da dəyişir. 3, 4, 5 düzgün cavabımız oldu. B variantı. Və baxırıq 10-cu suala. Əlavə ilə bağlı durğu işarəsinin qoyulmasında yanlışlıq var. Həkim öz sahəsinin mütəxəssisi xəstəni diqqətlə müayinə etdi, ona resept yazdı. Bu doğrudur. O indi evdədir, istirahətdədir. Burada evdədir, istirahətdədir. İstirahətdədir sözü evdədirin əlavəsidir. Ona görə burada tire işarəsi olmalıydı. Əlavənin tiresi burada qoyulmayıb. Deməli, burada bir yanlışlıq var. Tarix boyu minlərlə dil yaranmış, bəziləri yox olmuş, bəziləri isə dövrümüzə qədər gəlib çatmışdır. Burada ümumiyyətlə əlavə yoxdur. Sübh tezdən həmin əraziyə tikinti sahəsinə baxış keçirildi. Əlavənin tiresi var, burada doğru qoyulub. Anar, yəni Namiqin dostu. Burada anar, Namiqin dostu əlavədir, yəni bağlayıcı işləndiyi zaman özündən əvvəl mütləq vergül qoyulmalıdır. Bu da tamamilə doğru qoyulub. Yanlışımız olacaq B variantında. Qayda sualları, izahları bu qədər idi. Kanala abunə olun, paylaşılan videolardan faydalana biləsiniz. Bizim dərslərimizə müraciət eləmək istəyənlər 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər.
Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.